ki, Rasulullah sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İzə cəə Ramadan futihət əbvəbus səmə. Ramazan ayı gəldikdə səmanın qapıları açılır və səmanın qapıları gözəl əməllər üçün açılır. Səmanın qapıları gözəl sözlər üçün açılır və səmanın qapıları gözəl nəfs üçün açılır. Hər biriniz bilirsiniz ki, mömin bir şəxs öldükdə onun ruhu səmaya qaldırılır və səma qapıları o şəxsin üzünə açılır. Əziz müsəlman qardaşlarım, Allah Azza və Cəllə səmanın qapılarını açıb ki, oruç tutan şəxsin əməllərinin məqbul olması üçün heç bir məhdudiyyət olmasın. Birbaşa oruç tutanın duaları qəbul olunur. Oruç tutanın əməlləri qəbul olunur. Allah Azza və Cəllə səmanın 7 qapısını açmışdır Ramazan ayına görə.